Bugün Java öyrənmək istəyən tələbələrin verdiyi suallar haqqında danışacağıq. Java proqramçıların portfoliyasında onların işlədikləri layihələr və işlədikləri şirkətdə konkret nə işləri görüblərsə, onları detallı şəkildə qeyd etmək lazımdır. Əsasən şirkətlər ona fikir verirlər ki, o proqramçı bir layihəni ümumi olaraq düşünəndə oradakı olan hər hansı bir problemi və yaxud bir neçə problemin hansı şəkildə həll etməyə çalışır. Yəni, əsasən son dövrlərdə işə qəbul edən şirkətlər fikir vermirlər ki, proqramçı hansı texniki bilikləri bilir. Onları çünki öyrənmək olar. Biz bir texniki biliyi bugün bilmiriksə, bir həftədən sonra öyrənib bilə bilərik. Java developerlər iş axtardıqları zaman onlardan tələb olunan əsas texnologiyalar təbii ki, Java-nın təməlləridir. Java-nın kitabxanalarından bir neçə əsaslarını bilməlidirlər. Məsəl üçün, Spring və Spring Boot frameworklərini bilmək lazımdır. Həmçinin Spring Boot-un daxilində olan bir neçə əsas kitabxanaları bilmək hal-hazırki dövrdə aktualdır və tələb olunur. Java developer olaraq karyerasına başlamaq istəyən gənclərə tövsiyəm bu olardı ki, biliklərini peşəkar bir mühitdə öyrənsinlər və davamında artıq hər hansı bir işləri bacardıqları halda gəlirli və yaxud gəlirsiz olsa da layihələrdə iştirak etsinlər, müəyyən şirkətlərdə artıq işə başlayıb təcrübələrini qazansınlar. Karyera yolunuzda hər birinizə uğurlar arzu edirəm və məni dinlədiyiniz üçün təşəkkür edirəm.